Şabranın Sincan Boyat kəndində içməli su xəttinin çəkilməsindən sonra yolun bərpa olunmaması sakinlərin gündəlik həyatını iflic edib. Şimal News'a müraciət edən sakinlərin sözlərinə görə, yaşayış məntəqəsi uzun illər mərkəzləşdirilmiş suyla təmin olunmayıb. Əhali içməli suyu bulaqlardan daşımağa məcbur qalıb. Təxminən bir ay əvvəl kəndə su xəttləri çəkiləndə hər kəs sevinib. Lakin xoşbəxtlik uzun çəkməyib. Qazılan yol bərpa edilməyib və ərazi tamamilə yararsız vəziyyətə düşüb. Palçıq səbəbindən nəqliyyatın hərəkəti mümkünsüz olub. Hətta təcili tibbi yardım briqadaları xəstələri xərək vasitəsilə piyada daşımalı olur. Sakinlər evdən çıxarkən ayaqqabılarının üzərinə sellofan paket geyindiklərini geyirlər. Minik avtomobilləri tez-tez palçığa batır və yalnız traktor vasitəsilə çıxarılır. İddia olunur ki, yol idarəsi bərpa işlərinin aparılacağını bildirsə də, nəticədə yalnız bir əraziyə daş tökülüb. Əhali də avtomobillərini həmin yerdə saxlayaraq evlərinə piyada getməyə məcbur qalıb. Təxminən 700 nəfər gündəlik olaraq bu çətinliklərlə üzləşir. Maraqlısı isə odur ki, bir neçə gün əvvəl kənd məktəbinin yaxınlığında bulaq yenilənib, ərazi abadlaşdırılıb və ağac əkilib. Rayon rəhbərliyinin gəlməsi münasibətilə bulağa gedən yol yararlı vəziyyətə gətirilib. Deməli, qurumlara lazım olanda həll yolu da tapılır. Kəndlilər cavabdeh qurumlardan problemin operativ həllini tələb edirlər.